İstanbulun Silivri sahillərində ard-arda zəlzələlər baş verib. Belə ki, baş verən 4 bal gücündə zəlzələdən sonra 6,2 bal gücündə zəlzələ baş verib. Zəlzələnin dərinliyi altdan %92 km olub. Baş verən zəlzələ ətraf əyalətlərdə, xüsusilə Bursa, Yalova və Təkirdağda hiss olunub. Bu barədə ölkənin Daxili İşlər Naziri Ali Yerlikaya bilgi yayıb. İstanbulun Silivridə, Mərmərə dənizində 6,2 bal gücündə zəlzələ baş verib. Ətraf sahillərdə də hiss olunan zəlzələ ilə bağlı bütün AFAD qrupları və aidiyyatı qurumlarımız çöl araşdırmalarına başlayıb, deyə o bildirib. Hal-hazırda İstanbulu silkələyən zəlzələlər davam edir. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən 23 aprel 2025-ci il tarixində Türkiyə vaxtı ilə saat 12:49-da Mərmərə dənizində maqnitudası 6,2 olan zəlzələ qeydə alınmışdır. Zəlzələ uzağının dərinliyi 10 km olub və zəlzələ İstanbul və ətraf bölgələrdə hiss olunmuşdur. Onu da qeyd edək ki, əsas təkandan sonra Mərmərə dənizində Türkiyə vaxtı ilə saat 12:49-13:02 aralığında maqnitudası 4,3-6,2 aralığında, zəlzələ uzağının dərinliyi 5-21 km aralığında olan daha 5 təkan qeydə alınmışdır. Həmin zəlzələlər də İstanbul və ətraf ərazilərdə hiss olunmuşdur. Hal-hazırda Mərmərə dənizində baş verən zəlzələdən sonra afterşokların qeydə alınması davam edir. Eləcə də Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu tərəfindən qardaş ölkədə zəlzələ baş verən ərazi monitorinq altındadır. Əlavə məlumat olarsa bu barədə ictimaiyyətə açıqlama veriləcək. Qeyd edək ki, bugün Türkiyədə 23 aprel Milli Suverenlik və Uşaq Bayramı qeyd olunur. Eyni zamanda bugün həm də Türkiyə Böyük Millət Məclisinin açılışından 105 il ötür. Parlamentin fəaliyyətə başlaması münasibəti ilə təsis edilən bu bayram Türkiyə xalqının ulu öndəri Mustafa Kemal Atatürk tərəfindən uşaqlara həsr edilib. Elçin Şuşalı, Qafqaz TV üçün.